Salam, hər vaxtınız xeyir. Mən Toğrul Rəzov, karyera məsləhətçi. Karyera məsləhətçi kimdir? Karyera məsləhətçi iş axtaranlara, iş axtarışında dəstək olan şəxsə deyilir. Sizə gəlir iş axtarıcısı, sizin iş axtarışınızda dəstək verə bilərəm. Bu dəstəklərdən faydalanmaq, yararlanmaq üçün isə videonun üzərində qeyd olunan əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Deməli, mən hal-hazırda 17 aprel 2025 tarixdə sizin üçün dərzi iş elanlarından bir neçəsini misal vermək istəyirəm, yenilərindən. Deməli, dərzi işini super bilirsinizsə və tikiş maşınlarında da sərbəst işləyirsinizsə, 600 manatlıq belə bir iş var. Parçadan bayraq, çanta, önlük və digər məhsulları biçirsiniz və səliqəli tikilişini icra edirsiniz. 18-45 yaşlı şəxs olmalısınız. 6 günlük bir iş təcrübəsinə malikdir. All printdədir bu iş. Sonra dərzi işi 800 manatlıq da var yoldaşlar. Bu isə mebel sexinə lazımdır. Sürətli bir dərzi olmalısınız. Qara evdədir bu iş yoldaşlar. Saat 9-dan 6-ya qədərdir. Kəsimi bacarmırsınızsa, yəni müraciət eləməyin bu işə. Yəni bu işdə kəsim önəmlidir. Sonra dərzi köməkçisi işi də var yoldaşlar. 330 manatlıq. Bu isə tikiş işi dərzi tekstil fabrikasına lazımdır. 18-45 yaşlı şəxslər üçündür. Tikiş işlərdə konveyer üsulu ilə həyata keçirilir. Xəbərinizin olsun. İş saatı da ümumiyyətlə bu iş yoldaşlar Azadlıq metrosunda yerləşir. 18-30 yaşlı şəxslər üçündür. 8-ci mikrorayon sayılır. Belə bir işdir. Bundan əlavə dərzi işi başqa bir yerdə də var. Tikiş cexində də var. Amma təcrübəli tələb olunur. Sumqayıt şəhərindədir. Dərzi işi 50 manatlıq da var. Bu yəqin ki günlük 50 manatdır. İş saatları danışıqdan asılıdır. Tikiş cexinin özü çox gözəl bir şəraitdədir. Qaraçuxurda yerləşən bir tikiş cexidir. Sonra dərzi işi 1200 manatlıq olan da var. 28 may arasında yerləşir. İdman geyimləri tikmək üçündür. İş saatı da 9-dan 7-yə qədərdir. Bu və bənzəri iş elanlarla tanış olmaq üçün ümumiyyətlə iş axtarışınıza dəstək istəyirsinizsə, mənə özeldən yaza bilərsiniz. Videoda qeyd olunan əlaqə vasitəsilə. Sağ olun, salamat qalın, işsiz qalmayın.